Bu videodan sonra plastik qablardan uzaq duracaqsınız. Çünki çox dəhşətli faktlar var. Plastik qablar zamanla cızılır və ya istiliyə məruz qaldıqda mikroplastik deyilən, gözlə görünməyən hissəciklər yaranır. İsti yeməyi plastik qabda qızdırmaq, xüsusən mikrodalğalı sobada qızdırmaq demək olar ki, fəlakətdir. İstilik plastikin səthini daha çox parçalayır, içindəki maddələr qidaya keçir. Hətta cəmi 5 dəqiqə mikrodalğalı sobada qızdırmaq qidaya çox böyük sayda mikroplastik hissələr verə bilir. Ya da çayı plastik stəkana süzüb içənlər də var. Bu xırda plastiklərin bir hissəsi bədənimizdən çıxır, bir hissəsi isə bədəndə yığılır. Yeni bir araşdırmaya görə mikroplastiklərin xərçəng xəstəliyi yaratmaq ehtimalı çox böyükdür. 10 nəfər prostat xəstəsinin prostat toxumasına baxıblar və mikroplastiklər prostat xərçəngi şişinin dərin qatlarında tapılıb. Üstəlik şiş toxumasında mikroplastiklər normal hüceyrələrdən 2,5 dəfə çox yığılıb. Ona görə də çalışın, suyu şüşə və yaxud da metal qabda için, isti yeməyi plastikdə qızdırmayın, birdəfəlik plastikləri azaldın, köhnə cızıq plastiklərdən ümumiyyətlə istifadə eləməyin. İzlədiyiniz üçün təşəkkürlər. Bu cür maarifləndirici videoların davamını istəyirsinizsə, şərhə davam yazın, eyni zamanda kanalımıza abunə olun, videomuzu bəyənin.